Azad olunmuş ərazilərdə aparılan quruculuq işləri yalnız yaşayış məntəqələrinin tikintisi ilə məhdudlaşmır. Bu ərazilər həm də öz tarixi irsinə və əvvəlki şöhrətinə qovuşur. İsti su mineral bulaqları Kəlbəcərin yenidən dirçəlişində əsas istiqamətlərdən biri kimi diqqət çəkir. Uzun illər Kəlbəcərin əsas təbii sərvətlərindən biri sayılan isti su mənbələri əsasında yaradılmış müəssisə işğal dövründə dağıdılsa da artıq fəaliyyətini bərpa edib. Əsrlər boyu bölgədə yaşayan insanların şəfa mənbəyi olan isti su mineral bulağı üzərində ilk istehsalat müəssisəsi 1976-cı ildə tikilib, ancaq 1993-cü ildə Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə müəssisə fəaliyyətini dayandırıb. 2024-cü ildə isə Azad Kəlbəcərdə yenidən ən müasir standartlarla qurulan zavod istifadəyə verilib. Bugün illik istehsal gücü 100 milyon şüşə olan isti su mineral su zavodunda 100-ə yaxın işçi çalışır. Onların böyük əksəriyyəti Kəlbəcərə geri dönmüş, keçmiş məcburi köçkünlərdir. Doğma torpaqda öz evimizdə yaşamaq sözlə ifadə olunmayacaq qədər dəyərli hissdir. Hal-hazırda Kəlbəcərdə yerləşən İsti su mineral su zavodunda mühasib kimi fəaliyyət göstərirəm. Doğma rayonunda işləmək, onun inkişafına öz töhfəmi vermək mənim üçün böyük qürur mənbəyidir. Kəlbəcərin müxtəlif ərazilərində yerin dərinliklərindən qaynayıb çıxan zəngin mineral sular məişətdə istifadəyə yararlı olmaqla yanaşı, müalicəvi əhəmiyyət də daşıyır. Rayonun bir neçə yerində geyzer formasında yer üzünə çıxan qaynar sulardan insanlar uzun illərdir müalicə məqsədi ilə istifadə edərək şəfa tapıblar. Kəlbəcərin Zülfüqarlı kəndində yerləşən isti su mineral termal bulağı ətraf ərazidəki 12 bulaqdan sadəcə biridir. Burada yerin təkindən çıxan mineral suyun temperaturu 60 dərəcəyə çatır. Müalicəvi tərkibi isə bir çox xəstəliklərin şəfa mənbəyidir. Məhz bu cür təbii zənginliklər Kəlbəcərin böyük turizm potensialının sadəcə bir elementidir. Qeyd edək ki, Kəlbəcər isti su mineral bulağı ilə yanaşı digər mineral su ehtiyatları, çayları və şəlalələri ilə zəngindir. Bütün bu təbii imkanlar regionun gələcəkdə həm sağlamlıq turizmi, həm də ekoturizm mərkəzinə çevrilməsi üçün böyük potensial yaradır. Rasim Əziz, Fərrux Qafarov, Sadiq Kərimov, Xəzər xəbər.